Dəyərlimiz, gözəl şəhid anası, gözəl ürəyə sahib olan İmmi xanım. Mən sizə ailəmiz adından təbrik eləyirəm. Allah sizə bərəkətli, sağlıqlı ömür versin. Allah sizi qorusun, hifz eləsin. Yaxşı ki varmısınız. Allah sizi yenə deyirəm, qorusun. Siz başqa bir insansınız. Yəni Rəbbim sizə o qədər gözəl ürək, o qədər könül toxluğu verib ki, o qədər sizdən öyrəniləcək şeylər var ki. Mən istəyirəm ki, tələbələrim daim sizlə əlaqədə olsun və sizdən o pozitivliyi götürsün, o həyat eşqini götürsün. Çünki siz Rəbbim istədiyi formadasınız, Rəbbimin istədiyi biçimdəsiniz. Hər halınızla, hər görkəminizdən, həm daxili aləminizdən, həm xarici görünüşünüzdən. Allah necə istəyirsə o cürəsiz. Allah sizin kimi gözəl xanımı yenə deyirəm, hifz eləsin. Çox sağ olun, yaxşı ki varmısınız. Bətul da, Nigar da sizi təbrik eləyir. Çox sağ ol, əllərindən öpürlər.